Videoya keçməzdən əvvəl zəhmət olmasa kanala abunə olub bildirişləri aktiv edin ki, ən son xəbərlərdən xəbərdar olasınız. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Azərbaycan İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra dövlət başçısı 8 noyabr elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib. Daha sonra 8 noyabr elektrik stansiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.